Dostlar, hər birinizi salamlayıram. Yəqin ki, hepatit D haqqında və yaxud da hepatit Y haqqında eşitmişsiniz. Bildiyim qədərilə insanlar əsasən hepatit B və C-ni daha yaxşı tanıyırlar, lakin D və Y haqqında o qədər də məlumatlı deyirlər. Əgər hepatit D və Y haqqında ətraflı məlumat almaq istəyirsinizsə, martın 29-da Dr. Nemo YouTube kanalında bu haqda geniş və ətraflı video paylaşılmışdır. Maraqlanan şəxslər bu videonu izləyib məlumat ala bilərlər. Qısa şəkildə isə bir spot məlumat verim. Hepatit D xəstəliyi törədən virus hepatit D virusudur, belə deyək. Buna delta virus da deyirlər. Onu bildirim ki, heç bir halda hepatit D xəstəliyi tək bir halda mövcud ola bilməz. Əgər bir şəxs desə ki, mən yalnız hepatit D-dən əziyyət çəkirəm, bu mümkün deyil. Mütləq o şəxs hepatit B xəstəliyində keçirib və hepatit B-nin daşıyıcısıdır. Çünki delta virus, yəni hepatit D virusu B virusu olmadan mövcud ola bilməz. Bu nə ilə əlaqədardır? Hepatit D virusu defektiv RNT strukturuna malikdir. İndi RNA da rastınıza çıxa bilər, oxumuş ola bilərsiniz, eyni sözdür. Tək halda defektivdir və replikasiya edə bilmir, yəni çoxala bilmir. Onun çoxalması üçün mütləq hepatit B virusunun DNT-sinə ehtiyac var. Ona görə də əgər bir şəxs hepatit B virusuna yoluxubsa, o ikinci olaraq hepatit D virusuna yoluxa bilər. Lakin heç kim hepatit D-yə tək şəkildə yoluxa bilməz. Ona görə də hepatit D-nin mövcud olan bir xəstəsi varsa, yəni hepatit D-dən əziyyət çəkən bir şəxs varsa, mütləq o şəxs hepatit B-dən də əziyyət çəkir, belə deyək, yaxud da daşıyıcısıdır. Belə dostlar, indi isə sağ olun, sağlam olun, canınızı qoruyun.